İndi isə digər oyunumuza keçirik. Ok, yoxsa nok? Bu aralar viraldır, bilirsiniz. Dedik biz də niyə geri qalaq? Qonşudan geri qalaq. Davay, başlayaq. Qız münasibətdə qısqanclıq. Məncə ok. Ok. Bu videonu paylaşma deyən sevgili. Ok. Baxar hansı video. Ok. Sosial mediada öz şəxsi həyatını paylaşmaq. Ok. 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 İlk addım atmaq. Sevgidə. Ok. Münasibətdə yumor hər şeyi xilas edər. Ok. Bilərmi? Ok. 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 Mən baxarım kim eləyir, mən eləsəm eləyər. Hər şeyi zarafata salan sevgili. Nok. Nak. Keçmiş münasibətlərdə dərs almaq necə deyək? Nəsə də tutaq ki, hər hansı bir münasibətimiz var, təcrübə toplamaqda deyək. Tutaq ki, oradakı səhvləri burada eləməmək, yoxsa da buradakı şeyləri orada eləməmək kimi bir şey. Ok, təbii ki də ok. Ayrılandan sonra dost qalmaq. Nok. 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 Qalanlarsan axı. Məcbur. Qalanmayasın. Ya, kim deyirəm, mən sənin dost qalım. Yalandır. Yalan danışır. Gözün içinə qədər. Bəli. Sevən zaman özündən daha çox vermək. Yəni da. Ok. Mən verirəm. Oradan. Maraqlıdır. Digər suallarımıza da keçək. Siz tam sevirəmsiniz. Sevsiz Bəlkə də. eləməzsiniz. Həmişə ilk mesaj atmaq. Ok. Nok. Qızlar nok, oğlan ok. Ok nok. Oğlan. Mən ortadayam. Ok nok. Oğlan yalnız tək oğlan. oğlan atırsaydı, Evet. hər iki qarşılıqlı olmalıdır. Ona niyə nok dedin? Yox, yəni demək istəyirəm ki, yalnız mesaj alma verən balans yalnız bir tərəf hərəkətə keçirsə, digər tərəf keçmirsə, onda Mən niyə nok dedin? Onu dinəm mənə. Niyə nok dedin? Mən nok deyirəm ki, hər dəfə mən yazaram. Sən nok dedin. Yox, qarşılıqlı olmalıdır da. O da ok deyirəm də yazıram, sən nok dedin. Nəysə, yazmayacam sən. Nəysə. Mən də həm ok həm nok yazmayacağam. Sən necə bir keyfə baxır. Hə, aynen. Çox istəyirəm səni. Baxır da, yəni. Yazacağam. Sosial mediadan tanışlıq. İndiki zamanədə ok. Məncə olur. Sual heç salmazdınız məncə. Yəni ok. Yəni indiki zaman üçün normaldır. Əvvəl o 5 il əvvəl deyə deyirdilər ki, ay yoxsa sən mənə qeyri-ciddi. O qədər var ki, ətrafda sosial mediada tanış olub evlənən falan. Ailə quranlar. Amma mən eləmərəm. Mən də. Mən evlənmərəm. Yəni bu mənim şəxsi subyektiv fikrimdir. Bilmirsiniz də hara gedəcəyin. Yəni bilinməzlikdir. Görmədən, tanımadan, bilmədən olmaz. O heç də. O deyirlər indi ki, deyəcəklər ki, məsələn onsuz da görürsən də, tanıyırsan da. Nə bilim biraz. Daha ətraflı tanına bilmirik ya. Ətrafını da tanımalıyam. Bəli. Ona görə mən də məncə noktur. Sevgidə qarşı tərəfin dinləməyi bacarmaması. Nok. Nok. Təbii ki. Bacarmırsa bitdi. Sakit Yavaş münasibət. mənim həyatımda. Bəli. Sakit münasibət yoxsa belə kaoslu. İndi onu O oktasiyya, kaoslu noktur. Kaoslu, belə deyək, hər sakit balanslı olsa da münasibət. ok nok. Hə, okey. Sevgilinin və yaxud da həyat yoldaşının qızlarla tək tətilə getməsi. Oğlandı, qızdı. Qarışıq. Mən oğlan olaraq Maldiv qızlarına getdim. Siz qoyarsınızmı? Kimisindən? Nok. Mən Əsla. nok, mən nok, amma Şəbnəm biz Azanla əməkdaşlıq çərçivəsində xanımlarla getmişdim. Bəli, 20 yaxın xanım idi, mən tək idim. Bəs tək başına səyahət eləməsi? Tək başına səyahət eləməsi, mən ok desəm də o getməyəcək deyən almışdan ok. Sevgilimin mənə xəbər eləmədən plan dəyişikliyi eləməsi. Ok. Ok. Məncə Məncə də nok. ok. Bir dəfə olar. Niyə plan dəyişsin axı? Mən də desin də, mən də onun həyatında İndi anında oldu da deyə bilmədi. Yox, deməlidir. Mən üçün bu mütləqdir. Düşman başına. Vay. Münasibətdə qadağalar. Nok. Nok. Şərtlər ola bilər. Qadağalar yox. Ok. Ok. Qadağa Mən qadağa qoya bilər. Qadağa zəhrim gedir o sözünə. Qadağa nədir? Qadağa deyil də, yəni qarşılıqlı, məsələn də mən bir şey xoşlamıramsa, məsələn mən də deyə bilərəm ki, başqa, qadağa başqadır. Qadağa Əgər qonşu mənim bunu eləmir. istədiklərimi o deyirsə, mən də təbii ki, onun istədiklərini eləməyəcəm. Yəni qarşılıqlıdır amma qarşılıqlısa. Amma mən deyirəm ki, sən falan şey eləmə. O eləyirsə mən niyə onun dediyini eləməliyəm ki? adam düz deyir.
Vay 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 vay. Oy, yanasan sən, yanasan sən. Vay vay vay. Vay vay vay. Tez elə, sən Allah tez elə. Qan düşəcək. Tez elə biraz. Ha. Münasibətdə azad olmaq, yəni hər şeydə azad. Azad Ay, yox, hər olmaq şeydə nə yox. münasibətdə, hər şeydə azad Tam sual olmaq. açmadım. Hə. Elə, azad Yox, olmaq. bir dəqiqə. Münasibətdə hər şeydə olmaq. azad olmaq. Birlikdə azad olmaq. Necə Birlikdə olur? hər şey eləmək. Yox. Ok. Birlikdə azad olmağı ok. Amma özü tək başına nətər yəni azad. Mən təki danışdım. Mən təki deyirdim. Hə. Mən təki deyirdim. Azad olmaq yoxsa yox? Münasibətdə azad olmaq. Yəni münasibətdə necə azad ola bilərsən? Sən tək deyilsən axı münasibətdə. Adı üstündə 2 nəfərlik nok. Suallarımız bu qədər. Ay təşəkkür edirəm. Çox sağ olun. Bravo. Qurtuldu sən. Qurtuldum.